İnkişaf edilmiş ölkələrdə istənilən sahədə tez-tez islahatlar aparılır. Məsələn, tibb sahəsində mən danışım Amerikada vəziyyətdən. Mən Amerikada 2009-cu ildə təhsil almışam. Səhiyyənin təşkili və ekspertizası üzrə. Kapitolidə mənə diplom verirlər. Kapitolidə bu hansısa nüfuzlu universitet deyil. Bu Ağ Evdən sonra Amerika Birləşmiş Ştatlarının ikinci böyük bir iqamətgahıdır. Orada mənə diplom verirlər və deyirlər ki, sən dünyanın tanıdığı səhiyyə təşkilatçısın və səhiyyə ekspertisən. Bu diplomda 60 eşyanın baxanda olmalı. Orada deməli məsələ nə yerdədir? Onlar islahat aparırlar. 1961-ci ildə Prezident Johnsonun vaxtında onlar islahat apardılar. Medicare və Medicaid təşkilatları yaratdılar. Nədir bu? Sığortanın ödəmədiyi tibbi xidmətin haqqını bunlar başladılar ödəməyə. Məsələn, elə əhali qrupları var idi ki, onların tibbi xidmətini sığorta ödəmirdi və orada da bütün xəstəxanalar hamısı özəldir. Onda narazılıq yaranırdı, hamısı borclar yığılırdı, bu xəstəxananın pulunu vermirdilər. Bu təşkilatı yaratdılar, bunlar ödəyirlər. Sənin sığortan yoxdur, Medicare ödəyəcək, Medicaid təşkilatı ödəyəcək. Çox nadir hallarda, əgər onlar da ödəməsə, Səhiyyə Nazirliyinin bir büdcəsi var, oradan ödənilir. Yəni, bu özəl xəstəxanaların göstərdiyi tibbi xidmətin pulu hansı yolla da olsa ödənilir. Bizdə sağ olsun, Heydər Əliyev fondu var, onlar ödəyirlər. Özdə mən sizə deyim ki, o təbibin ödədiyi puldan da yaxşı pul verirlər. Həm klinikaya, həm həkimə. Siz islahat aparılmalı, bir sistem qurulmalıdır ki, bu sistemlə biz cəmaatı narazı salmayaq. Məsələn, bu təbibi bəyənmir, xəstə getdi bir özəl xəstəxanada özünü etibar elədiyi həkimin yanına da. O hansı ki, bunu səhiyyə haqqında qanunu var. Orada yazılır ki, hər bir vətəndaşın öz həkimini seçmə hüququ var. Mən seçmişəm özəl xəstəxanada birini. Niyə görə pullu olmalı? Mən əməliyyat elədiyim hər bir xəstənin sığortası var. Onun o sığortaya verdiyi pullar hara getdi? Dövlətin onun üçün ayırdığı para hara getdi? Nəyə görə o ödənməməli? Ona görə islahat lazımdır. Bax, 61-ci ildə Prezident Johnsonun vaxtında bu islahat verildi. Sonra Obama verdi bu islahatı 2012-ci ildə. 2012-ci ildə böyük bir islahat oldu. Bu islahatlar nəyin hesabına oldu? Birinci səhiyyə sistemində olan tibbi təchizat bahalaşdı, tibbi xidmət bahalaşdı və bu maliyyə müəssisələri bunu ödəyə bilmədilər. Böyük islahatlar oldu, kadrlar dəyişikliyi oldu və bu islahat bunu yerinə qoydu. İndi yeni islahatlara hazırlaşırlar. Bizdə nə vaxt islahat olub? Heç vaxt. Bizdə islahat aparılmır. Bir 4-5 il bundan qabaq möhtərəm prezidentə mən məktub yazdım ki, Azərbaycan səhiyyə sistemində böyük islahatlar lazımdır. Orada bəyənildi və o məktub göndərildi səhiyyə sisteminə baxılmaq üçün. Nazir dedi, mənim vaxtım yoxdur. Məni nazir müavini, ikisi də rəhmətə gedib. Allah ikisini də rəhmət eləsin. Biz də onlar səriştəs adamlar olsalar da rəhmətə gedib də. Məni çağırdı, 3 saat mənimlə söhbət elədi. Söhbətin məzmunu bu oldu ki, niyə möhtərəm prezidenti narahat eləmirsən? İslahatı neyinirsən? Gedib işinlə, gücünlə məşğul ola bilmirsən? Biz də burada başımızda giririk də. Sənə islahat lazımdır. Nə bilim, belə, elə. Bizdən nə istəyirsən, sənə verək, bu islahat sözünü dilimə gətirmə. Sən əməkdar elm xadimi ol, sən əməkdar həkim ol, amma islahat sözünü dilimə gətirmə. Dedim, mənə heç nə lazım deyil. Mən islahat tələb edirəm. Bir neçə də belə çıxışlarımda islahat demişəm və mən gözləyirəm ki, Azərbaycan səhiyyə sistemində ağıllı adamlar yığışacaqlar, islahat aparılacaq və islahata rəhbərlik eləyən bu komissiyada bax, bizim çox savadlı həkimlərimiz var. Peşəkar adamlar yığışmalıdır, islahat proqramı hazırlamalıdır, onu prezidentə təqdim eləməlidirlər, bu məsələ baxmalıdır və Azərbaycan səhiyyə sistemində güclü islahat aparılmalıdır. Yoxsa bu islahat aparılmasa nə təbib işləyəcək, nə səhiyyə sistemi işləyəcək. Hələ yaxşı ki, müəyyən səlahiyyətləri alıb verdilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə. Mən elə gəlir ki, elə Səhiyyə Nazirliyində bağlayıb, onu vermək lazımdır o nazirliyə. Bizim Musa Nağıyev xəstəxanasını, bu boyda xəstəxananı götürdülər, bağladılar. Orada onun tarixi var. 20 yanvar, 1-ci Qarabağ müharibəsi, Xocalı aksi, orada nə qədər insanlar çapadı. Böyük Vətən müharibəsində Topçubaşov orada işləyib. Musa Nağıyev onu kim xalq üçün? Onu götürdülər xəstəxanadan bağladılar, elədilər onu
Səhiyyə Nazirliyi heç bir belə xidmət olmayanlar götürür ki, böyük bir kabinet verirlər, böyük bir meydan verirlər. Nəyə lazımdır bu qədər xərc? Getsinlər Səhiyyə Nazirliyinə bir dənə balaca ev tiksinlər, oranı qaytarsınlar islahat. Qaytarsınlar, versinlər tibb müəssisəsinə, versinlər Azərbaycan Tibb Universitetinə baza kimi. Qoy bunun bazası olsa, bütün kafedraları yığırlar, dürtürlər bir binaya. Tərpənməyə yer yoxdur, liftə minə bilmirsən. Burada xəstə yatır, burada sarğı otağıdır, burada dərs keçirlər, orada mühazirə oxuyurlar. Özdə biz danışırıq aseptikadan, antiseptikadan. Hansı aseptikadan, antiseptikadan danışa bilərsən? Tələbə də deyir ki, ay müəllim, ay professor, ay qurbanım. Bax, burada mühazirə gedir. Orada xəstə sarğı olunur, orada da dərs keçir, orada xəstə yatır. Ona görə də islahatlar lazımdır. İslahatlar elmin, səhiyyənin inkişafına xidmət edəcəklər.